Hazırda Amerika Birləşmiş Ştatlarının qabaqçıları təhsil ocaqlarından birinə gəlmişik. Kolumbiya Universitetindəyik. Bir həmyerlimiz yanımızdadır. Söhbət Vahab Cəbrailovdan gedir. O burada həm doktorantura təhsil alır, həm də akademik fəaliyyətlə məşğuldur. Onun Amerikaya gəliş hekayəsini, burada qazandığı uğurlarını sizə təqdim edəcək. Eyni zamanda Vahabın sizlər üçün məsləhətləri də olacaq. Gəlin həmyerlimizi bərabər tanıyaq. Mən Vahab Cəbrailov, İsmail Ron Lahiq qəsəbəsində anadan olmuşam. Ailədə 3 qardaş olmuşuq və təhsilimi Lahiq qəsəbə tam orta məktəbində almışam. 2017-ci ildə həmin məktəbdən məzun olduğum zaman, o zamanki TQDK indiki DİM qəbul imtahanında 700 bal topladım və Bakı Aliyə Məktəbinə daxil oldum. Həmin zaman 2 il Bakı Aliyə Məktəbinin proseslərinin avtomatlaşdırılması mühəndisliyi bölümündə təhsil aldım. Tələbəliyim illərində kompüter elminin daha çox marağım olduğunu kəşf etdim və daha çox bu istiqamətə yönəlmək üçün təhsilimin istiqamətini dəyişdirməyə qərar gəldim və Ankara şəhərində yerləşən Orta Doğu Texnik Universitetinə başvurdum. 2019-cu ildə Ankara şəhərinə yerləşdim. Ankara bir çoxu bilir, daha boz bir şəhər idi və ilk dəfə ailədən uzaq qalmaq, təhsil almaq yalnız çətin idi, amma zamanla öyrəşdik və çox, necə deyərlər, hektik yoğun bir tələbəliyimiz oldu. ODTÜ çoxuna görə çətin bir mühəndislik məktəbidir və hətta bizim həmin əfsanələr dolaşırdı başladığımız zamanda, amma 4 il ərzində məzun oldum 2023-cü ildə. Orada oxuyarkən müəllimlərə və professorlara baxarkən elmə daha çox bir marağım olduğunu kəşf elədim və necə professor olmaq olar və ya tədqiqat necə olur, bu sahədə bir həvəsim formalaşdı və universiteti bitirməyə yaxınlaşarkən müxtəlif doktorantura proqramlarına başvurdum. Avropada, məsələn, İsveçrədə qəbul aldım, daha sonra Amerikanın bir neçə nüfuzlu universitetindən doktorantura proqramına qəbul aldım və seçimim New York şəhərində yerləşən Kolumbiya Universiteti oldu və məncə bu qərarı verərkən çox da tərəddüd etmədim, çünki zaten New York dünyanın ən hektik yoğun şəhərlərindən biri idi və bu qərarımı asanlaşdırdı. 23-cü ildə buraya yerləşdim və artıq doktoranturanın 3-cü ilində başlayıram burada. Bu universitet bizim üçün o cəhətdən maraqlı idi ki, həm də ki, Lütfizadə doktoranturasını Kolumbiya Universitetinin elektrik bölümündən almışdı və mənim buraya gəlməyim də qərar verməyimə əsas faktorlardan biri oldu ki, bəlkə də ondan sonra növbəti bir doktor buradan Azərbaycanlı məzun olsun. Əslində heç bir zaman doktoranturaya başlamamışdan əvvəl tələbə olarkən adam düşünürdü professorların həyatı, dərs necə olur, tələbənin önündə necə çıxmaq lazımdır və s. Hər zaman düşünürdüm ki, necə professor olmaq olar. Buraya gəldikdən sonra doktorantura proqramının burada yaratdığı şərait nəticəsində dərs verə bilirsiniz və insan həyatdakı tələbədən professora gedən evolyusiyanı görür ki, partada və partada oturanın qarşısında olmaq arasındakı kəskin fərqi müşahidə eləyir. Məncə bu maraqlı idi mənim üçün. Kolumbiya Universiteti əslində Amerikanın tarixində önəmli təhsil ocaqlarından biridir. Hətta maraqlı bir fakt olaraq Kolumbiya Universiteti Amerika dövləti özü formalaşmamışdan əvvəl qurulub və indiki kampus burada yox, Manhattanın əsas hissələrindən biri olan Wall Street'in yaxınlığında yerləşən Trinity Church-ün ərazisində olub. Zamanla işte böyüdükcə indi olduğumuz bölməyə gəlib çatıb. Hətta Amerikanın tarixində çox önəmli rol oynamış bir universitet olduğunu da deyə bilərik ki, 2-ci Dünya müharibəsinin gedişatında bir çox elmi işlər burada görülüb. Hətta məşhur atom bombasının bir çoxunu bəlkə izlədiyi Oppenheimer kinosunda getdiyi Manhattan Project hissəsindəki Manhattan sözünü də buradan alır ki, bu universitetin ərazisində başlayıb ilk elmi işlər. Ondan başqa
bir neçə Amerikanın məşhur prezidenti, o cümlədən Barack Obama da Kolumbiya Universitetində təhsil alıb və Amerikanın nüfuzlu universitetlərindən sayılan Ivy liqasındakı məncə Harvarddan sonra ən yaşlı universitetlərdən biridir. Başladıqdan sonra Kolumbiya Universitetində ya da Amerikanın özünə köçmək əslində mənim ikinci dəfə bir yer dəyişmək idi. Birinci təhsilimi də ölkədən xaricdə aldığım üçün. Düzdür, orada qazandığım təcrübələr biraz kömək elədi ikinci dəfə buraya yerləşməyimə, amma sonuçta Amerika toplumu Avropa toplumundan, hətta Türkiyə toplumundan daha da fərqli idi. İstər-istəməz Türkiyə və Azərbaycan bir-birinə yaxın iki ölkə olduğu üçün çox da arada böyük mədəni fərqlər yox idi, amma Amerika tamamilə fərqli bir toplum idi. O yüzden bu yeni topluma öyrəşmək, buradakı dinamikləri öyrəşmək insandan müəyyən zaman alır. Amma atlatdıq bunu. Bunu atladılmasında əsas önəmli faktorlardan biri də işte burada yerləşən Azərbaycanlı tələbələrlə olan münasibətlər, məndən daha öncə gəlmiş, burada yaşayan Azərbaycanlılar da kömək oldu. Həm təcrübə mübadiləsində, həm istər-istəməz insan öz millətinə yaxın kimsəni gördükdə. Ümumiyyətlə Kolumbiya Universitetində tələbələrimiz var Azərbaycanlılar, xüsusən dövlət proqramı vasitəsilə hər il müəyyən miqdarda tələbələr gəlirlər bura, müxtəlif magistr dərəcələrində təhsil alıb qayıdırlar vətənə. Onlarla burada əlimdən gəldiyi qədər münasibət qurmağa və Azərbaycanı tanıtmağa çalışırıq. Hətta Kolumbiyanın da Azərbaycanlı məzunları olubdur tarixən. Lütfüzadə bu arkada gördüğünüz binada doktoranturasını edib. Bura Kolumbiyanın mühəndislik binası sayılır və hətta elektrik mühəndisliyi bölümündə Lütfuzadənin adını həkk edilən bir hissə də var. Hərkən ki, New York çox bahalı bir şəhər olmasına baxmayaraq və universitetin də ən bahalı regionlarından birinin yerləşməsinə baxmayaraq, tələbələrin əksəriyyəti gördüyünüz universitet ərazisindəki binalarda yaşayırlar. Mən özüm də və digər başqa professor, müəllim heyəti və PhD-lər də burada yaşayır. Buradakı təhsil və prosesin digər ölkələrdən əsas fərqləndirən cəhətlərdən biri də təhsilin və tədqiqatın çox iç-içə olmasıdır. Belə ki, tələbələr təhsil aldıqları müddətdə gedən aktiv tədqiqat işlərində iştirak etməyə maraqlıdırlar. Demək olar ki, saysız sayda e-mail alırıq hər gün. Həm buradakı, həm dünyanın başqa yerlərində olan tələbələrdən tədqiqat proseslərinə qoşulub onda iştirak etmək üçün və maraqlanırlar gedən işlərdən. Digər önəmli şeylərdən biri professorların çox hərəkətli olmağıdır. Həqiqətən tək Kolumbiya ilə yox, digər Amerikan universitetləri ilə də məsələn konferanslarda səyahət edərkən və ya başqa professorlarla olarkən hansı ki adını oxuduğumuz multimilyanlıq şirkətləri, hətta milyardlıq şirkətləri olan professorlarla belə yaxınlaşıb hər hansısa bir, necə deyirlər, Amerikalılar demiş, crazy bir ideya varsa onu danışıb, onun haqqında bir geri dönüş almaq və ya onların fikirlərini almaq çox rahatdır. Mən yeni başladığım zaman Kolumbiya Universitetində Azərbaycanlı tələbələrin sayı çox da deyildi, amma işte dövlət proqramının yeni açılma ərəfəsi idi. Mən gəldiyimdə 2 nəfər həmin dönəm Azərbaycanlı tələbə təhsil alırdı magistratura proqramında, amma o zamandan sonra hər il mən müşahidəm nəticəsində bu rəqəm qalxan trendlə davam edir. Hətta keçən il yanlış hatırlamamsa 20-yə yaxın tələbə təhsil alırdı, bakalavr və magistr və fərqli ixtisaslarda. Bu il necə olacaq bilmirəm, amma yəqin ki bu Azərbaycanlıların sayı artan sıra ilə davam edir və ümidvaram ki gələcəkdə də çoxlu parlaq tələbələr buradan gəlib keçəcək, həm təhsilin müxtəlif aşamalarında istər bakalavr, istər magistr, istər doktor və hətta inanıram ki müəyyən bir zamanda burada Azərbaycanlı professorlar da olacaqlar. Hərkən doğrudur, insan ailədən, sevdiklərindən, dostlardan uzaqdaykən çox darıxır vətəni üçün, amma məni əsas motivasiya edən şeylərdən biri odur ki, burada olan zamanımdan necə faydalı istifadə edib
faydalanmaq olar. Hər zaman düşündüyüm faktorlardan biri olub ki, məsələn, Kolumbiyanın özündə və ya digər başqa universitetlərdə burada fərqli millətlərdən çox sayda insanlar var və bunlar elədir ki, məsələn, hər hansısa bir X milləti gəlir, bir professor olur, onun ətrafında həmin millətdən və ya nə bilim qonşu millətlərdən saysız bir şəkildə PhD tələbələri yığılmağa başlayır və ümidvaram ki, yaxın bir gələcəkdə bizim azərbaycanlılarımız üçün də bu doğulacaq ki, bizim sayımız artacaq bu universitetlərdə təmsil cəhətdən azərbaycanlı, xüsusən professorların sayı. Çünki məncə universitetin əsas axan qanı, damarı orada olan professorlar və PhD tələbələridir ki, bunlar uzun bir müddət buradadırlar. İşte PhD tələbələri bir 5-7 il ərzində universitetdə olurlar. Ortalama bir bakalavr universitetdə olma müddəti 4 ildir, bir magistr tələbəsi 1 ildir, amma bir PhD ən azı bir 5-7 il arası bir universitetdə olur. Professorlar zaten ömürlərinin sonuna qədər həmin universitetdə davam edirlər və bu millətimizin say cəhətdən universitetlərdə təmsil olunması Azərbaycanın beynəlxalq akademik rankinglərdə irəli getməsinə çox təsir eləyəcək ki, burada olan universitetlərdəki azərbaycanlı professorlar Azərbaycandakı universitetlərlə müəyyən işbirliyi edəcəklər, oradakı tələbələri buraya gətirəcəklər. Məsələn, mən hələ də xatırlayıram ki, ODTÜ-də tələbə olduğum zaman hər hansı bir ODTÜ tələbəsi Avropa, Amerikan universitetində işləyərkən ona bir salam yazırdın, mütləq ondan cavab geri eşidirdin və ya sənə necəsə kömək eləməyə çalışırdı. Eyni qaydada mən özüm də bu dəqiqə bənzəri bir durum yaşansa Azərbaycanlı tələbələrlə bağlı hər zaman kömək etməyə hazıram və belə bir gələcəyi ümid edirəm ki, biz şahidi olacağıq. Gənclərə mənim məsləhətim ondan ibarət ola bilər ki, daha çox üzərlərində çalışsınlar və istədikləri şey etməkdən çəkinməsinlər. Mən artıq 2 ildir buradayam, 3-cü il başlayır. Hardasa 2 həftədən sonra 3-cü ilim başlayacaq. Düzdür, gələcəklə bağlı çox plan qurmaqdan və danışmağı sevmirəm. Çox oxuduğum və bəyəndiyim bir cümlə vardı zamanında bir kitabdan. Deyir, insanlar plan qurur, Tanrı baxıb gülür. O yüzden əsas qısa vadeli hədəflərə fokuslanmağı sevirəm və gələcəklə bağlı sadəcə necə deyirlər, arzular və missiyalar ola bilər. Əsas hədəf qarşıda inşallah doktoranı bitirməkdir və bunu bitirdikdən sonra düşünmək ki, necə daha faydalı şeylər eləmək olar cəmiyyət üçün. Ümumilikdə amma Azərbaycanı harda olmağımın asılı olmayacaq təmsil etmək, sayımızın artmasına daha çox töhfə vermək və Azərbaycanlı adını qürurla daşımaq istəyirəm getdiyim hər yerdə. Və son olaraq da buradan bütün həmvətənlərimə, izləyənlərə, ailəmə və dostlara çoxlu salamlar göndərirəm.